Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir. Bu dəfə xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının sabiq rektoru Siyavuş Kərimi ilə həmsöhbət olacağıq. Siyavuş müəllim, xoş gördük. Necəsiz, necə hiss edirsiniz özünüzü? Təşəkkür edirəm, yaxşı olasınız. Çox yaxşı. Həmişə yaxşı olun. Siyavuş müəllim, müsahibələrinizin birində Milli Konservatoriyanı məbədiniz adlandırmışdınız. 23 ildir çalışdığınız o məbəddən ayrılanda da necə kədərləndiyinizi, kövrəldiyinizi aydın şəkildə görmək mümkündür. İndi oradan ayrı qalmaq sizə çətin deyil. Əvvəla salam, xoş gördük, çox sağ olun. 23 yox, 24 il. 24. 24 il. 24 ildə də bir həyatdır. Həyatdır. Bir ömürdür. Şurasındadır ki, konservatoriya, mən konservatoriya Ulu Öndər tərəfindən təyin olunanda konservatoriya yox idi, belə bir şey yox idi. Onu sadəcə yaratmaq lazım idi. Onu yaratmaq lazım idi, onun müəllim kontingentini, tələbə kontingentini, tədris siyasətini, ümumiyyətlə sonra artıq onun yəqin ki, inzibati tədris korpuslarını, hamısını yaratmaq, onların hamısını ərsəyə gətirmək lazım idi. Və mən çox xoşbəxtəm ki, mən Ulu Öndərin o tapşırığını yerinə yetirdim və Milli Konservatoriyanı yaratdım. Və o günləri yaşayır. Bu, Azərbaycan mədəniyyətinin artıq ayrılmaz bir hissəsidir. Və mən sadəcə olaraq bu ali məktəbə böyük uğurlar və yaradıcılıq qələbələri, zirvələri arzulayıram. Əlbəttə, oradan ayrılanda öz tələbələrimdən, hər gün 24 il ərzində, hər gün görüşdüyüm, gördüyüm insanlarla və birgə gördüyümüz işin planlaşdırım. Ümumiyyətlə, bu həyatı 24 ərzində ki, necə yaşamışıq, onu inkişafa aparan və bundan sonra gələcək planları planlaşdırmaq və onu icra mexanizmini düşünmək və çox razıyam bizim gördüyümüz nəticələrdən. Hər halda biz Azərbaycan musiqisinə başucalığı gətirdik. O işimizdə mən mənimlə çiyin-çiyin çalışan insanlara da öz təşəkkürümü bildirirəm. Heç bir şey əbədi deyil və normaldır. Deyərdi ki, artıq mən tamam başqa bir sahəni, necə deyim, musiqi sahəsində, amma daha çox yaradıcılıqla mən məşğulam. Musiqilərlə, böyük yaradıcı layihələrlə həm ölkə daxili, həm ölkə xarici və buna daha çox məndə zaman ayanır. Amma bununla bərabər konservatoriyada baş verən hər bir proses haqda mən məlumatlıyam və əlbəttə ki, hər bir məsələ mənə pozitiv və yaxud ki, digər təsir etmək qüvvəsindədir. Sizdən sonraki proseslər qane eləyirmi sizi? Bu barədə mən danışmasam, mənə elə gəlir ki, orada çalışan müəllimlərin danışmağı daha məqsədə uyğun olar. Yəni ki, mən haradasa obyektiv və yaxud ki, qeyri-obyektiv ola bilərəm. Ona görə mən neytraliteti saxlamaq həmişə. Amma düşünürəm ki, onlar yaxşı işlə məşğul olurlar belə. Və onu bir də demək istəyirəm ki, əlbəttə hansı bir evladı böyüdürsünüz, boya başa çatdırırsınız qızın evladınız,
Tamam ki onun sonra siz aile qurur, onu yola salırsınız. Amma onun sonra 50 yaşı da olur, 60 yaşında, amma siz hər gün onunla maraqlanın. Çünki o sizin evladınızdır, sizin yaratdığınızdır. Konservatoriyada o da mənim bir evladımdır, onu mən elə belə əlbəttə ki, unuda bilmərəm. Bu mümkün olan şey deyil. Əlbəttə ki, ona görə də mən ona uğurlar arzulayıram. İstəyirəm ki, o sağlam böyüsün. Siyavuş müəllim, bir dəfə müsahibələrinizin birinə yenə istinad eləyəcəm. Orada da vurğulamışdınız ki, məmur da yaradıcıdır. Təbii. Bəs siz rektor olduğunuz dönəmdə nələri yarada bildiniz? Adətən bu sualı niyə verirəm? Çünki adətən deyirlər ki, məmurluq yaradıcılığa mane olur. Xeyr, əgər məmurluğa da yaradıcı münasibət bəsləyirsənsə, o da yaradıcılıqdır. Bu bir. İkinci də ki, mən yaradıcı bir ali məktəbin rektoru idim və orada hər bir proses yaradıcılıqla əlaqəli idi və ümumiyyətlə mən təhsili yaradıcılıqdan təhsilə qoymuşdum ki, belə olsa daha effektiv və onun çox böyük effekti də vardı və effekti çox yüksək oldu. Biz ümumiyyətlə yeni üslublar kəşf elədik ifaçılıqda, milli instrumental ifaçılıqda çox böyük addımlar atdıq. Yeni alətlər kəşf elədik. Onlar baxanda, müqayisə baxanda 20-30 il bundan öncəki milli musiqi alətləri ifaçılığı ilə bugünkü ifaçılıqla yerlə göy arasında fərq var. Və musiqiçilər o cümlədən informasiyaları, buna əlbəttə ki, artıq internet bütün bizim həyatımıza girməsi ilə, ümumiyyətlə musiqiçilərin dünya musiqisində baş verən hadisələrdən hali olması, məlumatlı olması və onları milli musiqi ilə bəzəməsi, hərdən məsələn, artıq yeni baxışlarla bir musiqiyə baxmaq. Bunlar hamısı proseslərdir, bunlar gündəlik prosesdir. Yəni ki, hər bir evladın onun gündəlik böyüməsini sən necə nəzarət edirsən, eyni də bu musiqi təhsil ocağı. Və yaradıcılığa gələndə mən sakit durmurdum, belə tək kabinetdə sənədlərə qol çəkmək deyil idi. Mən eləcə də notlar da yazırdım və mən opera yazdım, mən bədii filmlərə musiqilər yazdım, mən kifayət qədər çoxlu teatr tamaşalarına, yeni mahnılara imza atdım. Bu yaradıcılıq dayanmırdı. O da öz yerində. Yəni, necə ola bilər? Ancaq gəlib sənətlərə qon çəkməkdən həyat bitmir. Ona görə hər şey davam edirdi. Sabiq olmaq necə hissdir? Bilirsiniz, indi əlbəttə ki, ömür boyu işdə olan adamın birdən-birə evdə oturmağı əlbəttə ki, biraz darıxdırıcı gəlir. Amma buna baxmayaraq, təkliflər çoxdur və bu barədə biz fikirləşirik. Xaricdən, Türkiyədən çox təkliflər gəlir, ərəb ölkələrindən təkliflər var. Biz bu yaxınlarda sizi başqa bir vəzifədə görə bilərikmi? Onu mən həll eləmirəm. Amma hər halda təklifləri də mən hələ ki, dedim ki, düşünməliyəm, fikirləşməliyəm. İndi yəqin ki, üzü yaya gedir, yəqin ki, əgər təklifi qəbul edirəmsə, yəqin yeni tədris ili ilə əlaqəli nəsə baş verə bilər. O cümlədən oğlum mənim Amerikada yaşayır, o da məni dəvət edir ki, bəs atıb bəstədə biraz dincəlməyin lazım, bəlkə sən gəl burada fəaliyyət göstərəsən.
Hələ bilmirəm, görək, amma artıq bu barədə düşünməyə başlamışam. Siyavuş müəllim, yəni hər birimizə məlumdur ki, siz uzun illər rektor vəzifəsində çalışmısınız. Həmin dönəmdə sizin, belə desək, qabağınıza yüyürənlər, indi sizi görəndə necə salamlaşırlar, necə görüşürlər? Bu barədə danışmaq istəmirəm. İstəmirəm bu barədə danışmaq. Dəyişiklik mi var? Ona görə mən istəmirəm danışmaq. Ona görə istəmirəm. Ona görə ümumiyyətlə hesab edirəm ki, maraqlı perspektivlərdən danışmaq lazımdır. Amma sizin dediyiniz söhbətlər, ola bilirsiniz, o qədər bizim yazımıza gəlir ki, Ulu Öndər Azərbaycanda nə qədər işlər gördü və sonra gedəndə və onun nə qədər kömək elədiyi vəzifəyə gətirdiyi insanlar necə Ulu Öndərə münasibətdə dəyişikliklər görürdük bunlar hamısı. Və tək bunda yox, amma çox belə hadisələr çox olur. Ona görə mən belə şeylərə fikir vermirəm və sadəcə səviyyə başqa olmalıdır. 1970-ci illərdən estrada ifaçılıq sənətinin inkişafında siz yaxından iştirak eləmişsiniz. Və bugün Azərbaycan musiqisində siz hansı problemləri görürsünüz? Bugün Azərbaycan musiqisində problemlər əlbəttə ki, Azərbaycan musiqisində ümumiyyətlə problem yoxdur. Gəlin bunu belə danışaq. Problem mən hesab edirəm ki, cəmiyyətin musiqi tərbiyəsindədir. Bax, biz gözəl cəmiyyət istəyirik. Amma bunun üçün biz ona nə veririk? Nə tökərsən aşına, o da çıxacaq qarşıdına. Bax, bizim günləri sosial şəbəkələr, daha çox telefonlar, televiziyalar. Gəlin bundan başlayaq ki, hər kəs öz zövqünə uyğun mədəniyyəti sevir. Birinin xoşuna al gəlir, başqasının xoşuna şal gəlir. Biri belə musiqi xoşdur, biri belə musiqi xoşdur. Yəni, heç kəsə demək lazım deyil ki, sən bunu qulaq asmalısan, buna yox. Elədir, zövqlər müqayisə edilməz. Əlbəttə ki. Amma ümumiyyətlə, musiqi tərbiyə sistemi bütün informasiya məkanlarında işləməlidir. Azərbaycan musiqi mədəniyyəti dünyanın ən gözəl musiqi mədəniyyətlərindən biridir. Və bu günləri özümüz görürük ki, Azərbaycan musiqisinə nə qədər təcavüzlər var. Azərbaycan musiqisini müdafiə etmək lazımdır, Azərbaycan musiqisini təbliğ etmək lazımdır, Azərbaycan musiqisini dünyaya yaymaq imkanları, onun üçün gözəl musiqiçilər olmalıdır, hansı musiqiləri təbliğ etmək lazımdır. Bu günləri ümumiyyətlə belə götürəndə, bəzi bizim bəstəkarlar deyir ki, bax, süni intellekt gəldi, biz artıq lazım deyilik. Bizim sahəmiz artıq əlimizdən alacaq. Yox. Mən hesab edirəm, bu qorxaqlıqdır. Nə olsun gəldi? Süni intellekt heç bir zaman sənin ürəyindən, içindən, ruhundan gələn o musiqinin ruhunu verə bilməz. Yeri gəlmişkən sizin bu fikirlər barədə bu yaxınlarda Cavan Şirquliyev və Eldar Mansurov bu fikri müdafiə eləmişdilər. İndi hər kəsin öz fikri var, yəqin ki. Mən hesab edirəm ki, süni intellekt bu texnologiyanın inkişafıdır və onunla bəlkə də ola bilsin peşəkarlar yox, sadəcə qeyri-peşəkarlar, diletantlar məşğul ola bilər. Baxmayaraq ki, bizim onların zəmanəsində yaşayırıq o diletantların. Və yəni, peşəkar bəstəkarların qorxmağına ehtiyac yoxdur. Bilirsiniz, mən bayaqları sizə dedim ki, heç bir musiqi savadı olmayan, heç notu bilməyən, heç bəstəkarların adını tanımayan, bilməyən, amma
musiqi zövqü olan, amma IT-ni çox gözəl bilən elə bir insan bu süni intellektlə elə bir musiqilər yarada bilər ki, peşəkar bəstəkar onu yarada bilməz. O elə şey ola bilər. Amma o intellekt, o ruhu, o bəstəkar ki, oturur, əlində qələm, oturur. Yəqin ki, hər bir notu onu yaşayır. Onu o texnologiya yaşaya bilməyəcək. O sevə bilməyəcək. Axı o, necə deyim, həyatın o nəfəsini ala bilməyəcək. O axı nəfəs almır. O hava bilmir, nədir. Onun ruhu yoxdur. Necə? O, insan sevəndə insan həyəcanlanır, insan minlərlə his keçirdir. Axı, texnologiya bunu keçirtmir. O sevginin nəticəsi olaraq sən nəsə yaradırsan, nəsə düşünürsən. İnsan sevəndə, aşiq olanda daha çox hansı hissləri keçirir? Biz başqa temaya keçdik. Əlbəttə, sevgi çox ülvi hisslərdir. O, yəqin ki, o hissləri ifadə etmək üçün mənim aləmimdə hələ o sözlər yoxdur. Kəlmə yox. O yaranmayıb. Düzdür, şairlər yazır, gözəl sözlər yazırlar. Amma mənə elə gəlir ki, o sözlərdən qat-qat güclü ifadələr var. Sözlərin fövqündə də. Var və onu ancaq biz hiss eləyə bilirik, yaşaya bilirik, biz onu deyə bilmirik. Necə ki, musiqi hərdən sözdən də qüdrətli olur. O, öz melodiyasında elə sənə söz deyir ki, heç bir söz onun yanında, baxmayaraq ki, bu günləri musiqidə söz melodiyadan irəli çıxırdı. Baxmayaraq. Amma əslində musiqinin canı melodiyadır. Melodiya səni instrumental muğam götürürsün, musiqisi çalır. O səni ağlada da bilir, o səni rəqs elətdirə də bilir, o səni düşündürə də bilir. Qüdrətə bax, gücə bax. Necə gözəl ifadə elədiniz. Siyavuş müəllim, hansı sənətkarlarla işləmək sizin üçün ən yadda qalan olub? Bu barədə mən özümü çox xoşbəxt insan hesab edirəm. Çünki mən həyatımda portretlərdə gördüyüm insanlarla görüşmüşəm və işləmişəm, müşahidə etmişəm, işbirliyim olub. Mən Rəşid Behbudovla işləmişəm. Məni işə götürüb. Mən Fikrət Əmirovu görmüşəm, mənimlə bir yerdə səfərdə olmuşam, o mənimlə aparıb. Bir xatirənizdə qalan o maraqlı epizodları, anları kiçik də olsa bizlə bölüşməyinizi rica eləyərdik. Xatirəmdə olan epizodlar ancaq konsert səhnələrindədir, müşahidə. Mən gündə 2 dənə, 3 dənə konsert olurdu, mən Rəşid Behbudovu müşahidə edirdim. Mən Müslüm Maqomayevi müşahidə edirdim, özü məni məcbur elədi ki, sən royalda çalarsan, yaxşı, Moskvada. Sonra mən Rafiq Babayevlə işləyirdim. Biz gündə bir yerdə işləyirdik. Biz gündə gəlirdik Fiyaletova, ondan da əvvəl 70-ci illər Vaqif Mustafazadəni görürdük. Demək ki, gün gəlirdi, deyirdi bizə öz çılğın tövsiyələrini verdi. Yazılmaq lazımdır, çalmaq mütləq zapis eləmək lazımdır. Bax, belə, necə deyim, məşhur insanları mən çox görmüşəm. Çox məşhur, dünyavi məşhur insanları da belə. Hətta Amerika, Hollywood aktyorları ilə yan-yana bizim şəkillərimiz var. Biz bir də görüşmüşük, söhbət eləmişik. O barədə mən özümü xoşbəxt insan hiss edirəm. Yəni ki, ona görə deyirəm, mən portretlərlə görüşmüşəm. Bax, mənim dostum
Bu günləri biz hər gün telefonla danışırıq və hərəfdə görüşürük. Azərbaycanın çox böyük rəssamı Sakit Məmmədov. Necə deyim? Dostlarım çox deyil, amma sevdiyim insanlar 2-3 nəfər var. Onlara çox bağlıyam. Yaşadığım həyatdan çox razıyam. Az öncə söhbətiniz zamanı Azərbaycan musiqisinin bugünü haqqında danışdınız. Bəs maraqlıdır, Azərbaycan Milli Konservatoriyasında təhsil alan gənclərin səviyyəsi sizi qane eləyirmi? Belə desək, Azərbaycan musiqisinin gələcəyi əmin əllərdədirmi? Tamamilə mən sizlə razıyam. Azərbaycan, ümumiyyətlə bizim çox istedadlı gənclərimiz var. Çox. Konservatoriyada çox gənclər vardı. Ümumiyyətlə, mən gənclərlə dostluq edirdim hər zaman. Yəni, onlar mənim otağıma istədikləri vaxtı gələ bilərdilər. Hətta biz bir yerdə oturub hansı musiqini bir yerdə işləyə bilərdik. Bu da yəqin ki, mənim və tələbələr arasındakı olan o səddi yığışdırırdı, götürürdü və bizdə çox etibarlı və çox səmimi münasibətlər yaranmışdı. Elə ona görə də siz vidalaşanda onlar o cür kövrəlmişdilər. Ola bilər, yəqin ki. Bizim hər şey orada bizdə yaradıcılığa bağlı. Mən sizə deyim ki, çox tələbələr çox istedadlıdırlar. Və mən əminəm ki, Azərbaycan musiqisi əmin əllərdədir. O istedadlı gənclərin, gələcəyin peşəkarlarının əlindədir. Amma təəssüf ki, tez-tez həmin tələbələrin iş tapmaqda çətinlik çəkdiklərini eşidirik. Yox, o böyük problemdir o. Mən neçə dəfə onda Təhsil Nazirliyi nazirinin qarşısında məsələni qaldırmışdım. Təəssüf ki, Təhsil Naziri məsələlərə biraz reaksiyonu vermədi. Mən dediyim kimi vermədi. Versəydi çox məsələlər həll olunmuşdu. Onun çox asan yolları var. Amma bunu neçə dəfə demişəm. Məsələn, siz çözümü nədə görürsünüz? Bilirsiniz, biz Sovetlər Birliyi zamanı yaşamışıq. Və indi Sovetlər Birliyi deyil, biz müstəqil ölkəyik. Və çox maraqlıdır. Sovetlər Birliyində nə var idi, deməli, hamısı pisdir. Niyə? Orada olan yaxşı şeyləri biz niyə bu günlər burada tətbiq eləmirik? Bax, mən həmişə deyirdim ki, tələbələri taranda, instruktoranda mütləq onları təyinat sistemi ilə işə göndərmək lazımdır. Və 2 illik sonra gəlib diplomunu alsınlar. Bəyəm bizdə, bölgələrdə bu müəllimlərə tələbat yoxdur. Kifayət qədər var və həddindən çox. Nə qədər müraciət edirlər. Bölgələrdən ki, bizdə müəllim, bu ixtisas ilə müəllim çatışmır, bu ixtisas ilə müəllim çatışmır. Və onlar heç bir, onlar konservatoriyanı qurtarırdılar. Və sonra mən onu görürdüm, deyirəm, necəsən, harada? Deyir, müəllim, telefon mağazində telefon satır. Yaxud ki, profilaktoriyada işləyirəm, yaxud ki, hansı restoranda ofisiant işləyir. Bilirsiniz, dövlət ona vəsait sərf eləyib, ixtisasçı yaradıb və onun bu günləri biz aldığı təhsilə görə işini görmürük. Onun vəzifəsini icra etməyə bir şərait yaratmırıq. Əlbəttə ki, bu... Belə olan halda o həmin gənclər də yaradıcılıqdan uzaq düşürlər. Onlar, əlbəttə, onlar həyatdan inciyirlər. Onlar, bilirsiniz, bizim dövlət rəhbərimiz Azərbaycan üçün hər şeyi eləyir. Biz görürük və o ilə qürurlanır. Amma çoxları buna elə bilirlər, hər şeyi bağlayırlar dövlətə. Ki, bəs, bizim işimiz yoxdur filan. Bunu eləyən kimdir? Məmurlardır da. Siz prezidentə kömək eləyin də. Kömək eləmək əvəzinə hər şeyi batırırsınız. Bax, belə şeylər var. Bunlar adamı vallahi incidir, vallahi sındırır.
Ona görə o gənclərə kömək lazımdır, onlara dəstək durmaq lazımdır. Onlar Azərbaycanın gələcəyidir. Nə darsınız? Sən ona təhsil vermirsən. Sən necə dayanıb biganə baxırsan? Durub deyirlər ki, sizdə toylar var, qutardı, getdi də. Yox, təfəkkürə baxıyor. Yəni, toylar var. Toyla sən, hər adamı toya götürməzlər. Onu bacarmaq lazımdır. Onu toya aparmaq da o bir bacarıqdır. Üstəlik, hər kəsə toya getmir. Hər kəs də toya getmir. 100 minlərin insanda nə qədər baxın, görün, işsiz adamlar qalır. Onları da düşünmək lazımdır. Mənə bu arada çoxları müraciət edirdilər. İndi ümid eləyirik ki, hər şey ümidə bağlıdır ki, hər şey yaxşı olacaq. Siyavuş müəllim, Azərbaycan tərbiyəsinə görə Allahdan sonra valideynlər gəlir, onlara peyğəmbər kimi baxılır demişsiniz. Amma gəlin etiraf eləyək ki, indiki zaman üçün bu bir qədər çətin məsələdir. Bəs siz necə öz övladlarınızdan razısınızmı? Bilirsiniz, yenə də deyirəm, hər şey ailədən asılıdır. Hər şey ailədən. Mən, məsələn, valideynim mənim olan zamanı atamın huzurunda heç zaman mən uzanmamışım. Yəni ki, əgər mən uzanıb dincəlirsəm, birdən ev atam gəldi, mən sadə ayaqüstə durar. Yəni ki, olmazdı. Yəni, o böyüyə hörmətdir. Yəni, sən necə öz valideynlərinə hörmət edəcəksən, eləcə də o münasibət sənin evladların göstərəcək. Və bunlar hamısı genetik olaraq davam edir. Buna görə göydə Allah, yerdə valideyn qurtardı, getdi. Ona onun ayağının qoyduğu yerə mən başımı qoymağa hazırım, nə dersiniz? Olmasa o mənə həyat verib. O mənə dünyanın ən gözəl neymətlərini mənə o bağışlayıb. Valideynim, anam, atam. Onlar, mən hər ay, bəlkə də ayda bir imkanım da əldə əlbəttə. Mütləq onların məzarlarını ziyarət etməliyim. Gedirəm, onlarla söhbət edirəm. Mən necə deyim, öz hesabatımı verirəm. Giləylənirsizmi, yoxsa? Özümü söyürəm. Özümü söyürəm. Bax, belə. Bir dəfə də demişdiniz ki, mənim ən yaxşı əsərlərim övladlarımdır. Bəs sizin oğlunuzun yaxşı bir musiqiçi olmağında bunun bir təsiri varmı? Təbii, mənim böyük oğlum, o artıq 10 ildən çoxdur ki, xaricdə yaşayır. Və bilirsiniz, o elə bir mühitdə böyüyüb ki, yəni o evdə bizim evimizin qapısı örtülmürdü heç vaxt. Elə ya baxırdı ki, ya Mübariz Tağıyevdədir, ya Emin Sabitoğlu bizdədir, ya Rafiq Babayev bizdədir. Hər zaman musiqiçilər bizim evdə doluydu. Elə gəlirdilər. Hətta oturub çay içib, söhbət edib, musiqi. Yəni, bu hansı bir kino rejissoru gəlib, kino işləyirdi. Və bu proseslərin içində... Yaradıcı mühitdə böyüyüb. Bu böyüyüb Onunla və qidalanıb. özü də sonra artıq yaradıcı bir insana çevrilib. Sonra o studiyada, mənim studiyamda başladı işləməyə və Saad özünün çox gözəl, Amerikada çox gözəl studiyası var. Siyavuş müəllim, çox maraqlı bir söhbətimiz alındı. Dəvətimizi qəbul elədiyinizə görə sizə təşəkkür edirik. Çox sağ olun. Siz sağ olun. Təşəkkür edirəm sizə və sizin də televiziyaya böyük auditoriya arzulayıram və uzun verilişlər zamanı. Təşəkkürlər. Sağ olun.